Salam, hər vaxtınız xeyir olsun. Bütün xəstəliklərdən qorunmaq üçün hər gün aşağıdakı prinsiplərə əməl etmək lazımdır. Birinci qayda. Hər gün səhər ilıq su, bir stəkan ilıq su içməklə başlamaq lazımdır. Bura limon suyunun əlavə edilməsi daha çox məqsədə uyğundur və yaxud da bir stəkan suya 2 xörək qaşığı alma sirkəsi əlavə edib qəbul edə bilərsiniz. İkinci qayda. Tərəvəz salatlarından çox istifadə edin. 60-70 tərəvəz var. Bunların salatlarını, müxtəlif salatlar düzəldin. Üzərinə yaxşı olardı ki, bir xörək qaşığı kətan yağı əlavə edib istifadə edəsiniz. Olmadıqda zeytun yağından və yaxud da ki, alma şirəsindən istifadə edə bilərsiniz. Üçüncü qayda. Qalyanaltı kimi badamdan istifadə edin. Badamın tərkibində maqni, kali vardır və qanda glukozanı normallaşdırır. Və yaxud da qalyanaltı kimi səhər yeməyi kimi dəniz məhsullarından istifadə daha məqsədə uyğundur. Tərkibində yod, dəmir çoxdur. Bədəndə tuş mühiti, qələvi mühitin çevrilməsində idman hərəkətləri əvəzsizdir. Hər gün 25-30 dəqiqə idman hərəkətləri edin. Hər hansı bir idman hərəkəti və yaxud da ki, addım atmaq orta tempdə bədəndə qələvi mühiti, tuş mühiti, qələvi mühitin çevrilməsində əvəzsiz rol oynayır. 7-10 min addım da orta tempdə aça bilərsiniz. Bundan başqa, digər qayda ondan ibarətdir ki, təmiz havada olmaq. Təmiz havada olmaq, təbiətdə olmaq, insanın özü ilə harmoniya yaratması qlikolizin hüceyrələrdə qlikolizin qarşısını alır. Təmiz sudan istifadə etmək. Gün ərzində 1,5-2 litrə qədər təmiz sudan istifadə edin. Yeməkdən 1 saat qabaq, 2 saat sonra istifadə daha məqsədə uyğun olardı. Su nəinki bədəndən şlaqları xaric edir, eyni zamanda bədənə mineral maddələri daxil edir. Ona görə də təbii mənbələrdən istifadə etməniz daha məqsədə uyğundur. Çünki təmizlənmiş, çox təmizlənmiş sudan və yaxud su kəmərindən istifadədə burada tərkibində bunların çoxlu kimyəvi birləşmələr olur. Digər qayda ondan ibarətdir ki, gün ərzində 100 qramdan artıq ət yeməyin. Həftədə 2 gün ətsiz gün özünüz üçün müəyyənləşdirin. Digər qayda. Tərəvəzlərdən çox istifadə edin. Xüsusilə brokoli, gül kələm və s. Brüssel kələmi. Bunlar bədəndə tuş mühiti, qələvi mühitə çevrilməkdə böyük rol oynayırlar. Digər qayda ondan ibarətdir ki, zərərli vərdişlərdən imtina edin. Xüsusilə siqaret və spirtli içkilər bura daxildir və bu günləri günün bəlası olan qazlı şirin içkilər, xüsusilə enerji içkilərindən istifadəni ləğv etmək lazımdır və yaxud da minimuma endirmək lazımdır. Çünki müqayisə üçün deyim ki, bir banka enerji içkisini qəbul etdikdə onun tuş mühitini neytrallaşdırmaqdan ötürü 30 stəkan su içmək lazım. Bu da faktiki olaraq o deməkdir ki, gün ərzində onun negativ hallarını bədəndən biz çıxara bilməyəcəyik. Bütün bu qaydalara əməl etsək, biz özümüzü ciddi xəstəliklərdən belə qorunmuş olarıq. Hamınıza can sağlığı arzulayıram, özünüzdə müğayət olun.